Texnologiya müəllimi Pərvanə Abbasovanın qətlinin bəzi detalları məlum olub. 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın həmkarlarının sözlərinə görə, o illərdir həyat yoldaşı Vasif Abbasov tərəfindən zorakılığa məruz qalırmış. İllərdir baş verən təzyiq, təhqir və təhdidlərin bu yerə gələcəyini bildiyi üçün yoldaşı ilə yollarını ayırmağa çalışıb. Pərvanə müəllim övladları ilə təhdid olunub, saatlarla evdə dustaq edilib. Hətta bildirirlər ki, gənc qadın dəfələrlə uşaqları ilə təhdid olunub. Əri tərəfindən evə məhkum edilən 36 yaşlı qadın ayrılmaq qərarını yoldaşına bildirdikdə isə Vasif Abbasov onu qətlə yetirib. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Vasif Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir. Ağsuda iki evdə yanğın baş verib. Ötən gün axşam saatlarında Ağsu rayonunun Daşdəmirbəyli kəndində 1959-cu il təvəllüdlü Rauf Zeybəroğlu Cəbrailova məxsus fərdi yaşayış evində yanğın olub. Yanğın yerinə Ağsu rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 144 kvadrat metr olan yaşayış evinin çardaq hissəsi tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Bundan əlavə növbəti yanğın hadisəsi isə gecə saatlarında Ağsu şəhər Niyazi Tağzadə küçəsində 1961-ci il təvəllüdlü Durasan İsmailoğlu Qasımova məxsus fərdi yaşayış evində baş verib. Əraziyə yanğın söndürənlər cəlb olunub. Yanğın zamanı ümumi sayısı 100 kvadrat metr olan yaşayış evinin 100 kvadrat metr çardaq hissəsi tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Hadisə şəhərin Səmədağa Kəsəmənli 97 ünvanında baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Xəyal Məmmədov dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir. Məlumat üçün bildirək ki, adı çəkilən şəxs təxminən bir ay öncə də dəm qazından zəhərlənib.